Layihəmizdə olan işıqlandırma haqqında sizə məlumat vermək istəyirəm. Bu otaqda işıqlandırma dali protokolundandır. Yəni hər bir spotlar, patologda olan hər bir spot ayrı-ayrılıqda idarə olunur və istənilən qrup üzrə idarə etmək olur. Yəni hal-hazırda biz müəyyən qrupa bölmüşük və bizim yuxarıda gördüyünüz bu ağ yumru varlıq sensorumuzdur. Present sensor, bu hərəkət sensoru deyil. Belə də künclərdə qoyulan ki, bucaq altında ölçsün, bu böyük bir radiusu götürə bilən bir patologdur və estetik görsənəndir. Yəni heç bir belə deyək, siqnalizasiya effekti verən və dizaynı pozan bir qrupu deyil. Eyni vaxtda həm varlığı ölçür, həm temperaturu, həm otağın işıqlığını ölçür. Düşünün, mən kənardayım. İndi daxil olan kimi biz ssenariyimizdə belə bir şey qoymuşuq ki, işıqlandırma bizim seçdiyimiz qrupun ancaq işıqlandırması yansın və ancaq maksimum 80%-nə qədər yansın, 80% yansın, yəni ondan çox yanmasın. Müştəri sözsüz ki, istədiyinə əsasən onu artıra da bilər. İndi gəlin test edək. Məni görən kimi gördünüz, spotlar yandı və bütün spotlar yanmadı. Niyə? Çünki biz qrupları belə bir qrup qoymuşduq X formasında. Lazım olsa dəyişə də bilirik, bir yerdə yansın və yaxud paralel yansın və heç bir kabelləşmə dəyişmir. Sözsüz ki, bu dali protokolları üstünləyindən biri budur. Sadəcə proqramda dəyişiklik olur. Və bu da bizim varlıq sensorumuzun gördüyü hərəkətlərdən biri, elədiyi funksiyalardan biri. Sözsüz ki, istifadəçi, yəni panelə yaxınlaşıb, artıra da bilər, azalda da bilər. Biz indi 80% qoymuşuq. Otaq işıqlıdır deyə bəlkə artırsaq hiss olunmayacaq, amma ki, klik edib basıb saxlayanda artırır və yaxud da basıb saxlayanda işıqlandırmanı azaldır və yaxud da klik edirik, söndürür. Hətta statusdan da görmək olur. Məsələn, hansısa yanırsa, baxsız, altında sarı xət yanır, yəni hamısını yandır və yaxud hamısını söndür, bütün hamısını yandır, hamısını söndür və əlavə olaraq bu işıqlandırma yox, otağın ümumi idarəetmə paneli olduğu üçün otağın, yəni başqa bir əsas idarəetmə panellərimiz də var. Bu otaqlardakı lokal idarəetmə panellərdir. Biz onun üstünə fan coil da əlavə eləmişik və otağın istiliyini də, isti bollarını da əlavə eləmişik və bu istəyə əsasən əlavə funksiyalar da yerləşdirmək olar. Sadəcə mövcud şəraitdə istəyi olduğuna görə bu funksiyalardan istifadə edirik. Yəni düşünün ki, KNX-in üstünlükləri deyəndə bunlar nəzərdə tutulur və bu hələ cüzi bir hissəsidir. Çox geniş funksiyonallıq vermək olur. Layihəmizdə olan işıqlandırma haqqında sizə məlumat vermək istəyirəm. Bu otaqda işıqlandırma dali protokolundandır. Yəni hər bir spotlar, patologda olan hər bir spot ayrı-ayrılıqda idarə olunur və istənilən qrup üzrə idarə etmək olur. Yəni hal-hazırda biz müəyyən qrupa bölmüşük və bizim yuxarıda gördüyünüz bu ağ yumru varlıq sensorumuzdur. Present sensor, bu hərəkət sensoru deyil. Belə də künclərdə qoyulan ki, bucaq altında ölçsün, bu böyük bir radiusu götürə bilən bir patologdur və estetik görsənəndir. Yəni heç bir belə deyək,